Həzrəti Əli əleyhissalam buyurur ki, əgər bir insan etdiyi günaha bəhanə gətirərsə, Allah onu daha da rüsvay edər. Yəni, bir əmələ bəhanə gətirmək, bir günaha bəhanə gətirmək həmin günahdan daha pisdir. Çünki ola bilər ki, insan günah etdikdən sonra tövbə etsin. Biz hamımız səhvsiz deyilik, əlbəttə ki, günah edirik. Amma Allah Taala bizdən istəyir ki, etdiyimiz günahlara bəhanə gətirməyək, öz etdiyimiz günahları etiraf edək, qəbullanaq. Çox təəssüf ki, bir çox insan üçün bu çətin gəlir. İnsanın öz etdiyi əməli etiraf etməsi, öz etdiyi əməlin yanlış olduğunu deməsi. Bu fərqi yoxdur, istər bu Allah üçün olsun, istər bu insanlar üçün olsun. İnsan yeri gəldikdə həm Allah üçün bəhanə gətirir, həm də insanlar üçün bəhanə gətirir. Və Həzrət Peyğəmbər buyurur ki, əgər insan etdiyi günahları etiraf edərsə, Allah onu bağışlayar. Unutmayaq ki, Allah Taala edilən bütün günahları bağışlayar, amma gətirilən bəhanələri heç vaxt bağışlamaz.